Ramil, Hə? tələfüzün de. Tərəf keçdik. Tərəf, keş, necə? D, ix. Bəli, d, ix. Yəni ih səsi, düzdür? Tərəf keçdik. Hə. T səsinin qarşılığı gəlmişdir. D olur, hə? Var. Tərəf keçdik, dix yoxdur orada, d yoxdur orada. Var mı? Tərəf keçdik sözündə tələfüzdə l var. Var. Tələfüzdə l var, tələfüzə. Tələfüzü yaz dəftərinə. Tələvizdə yoxdur məndə. Hə də biz də tələfüzə baxırıq da, sözün tələfüzünə baxırıq. Yazılış üzərində vurğu, ahəng qanun, heca. Yerdə qalan sait, samit təhlilləri isə tələfüz üzərində aparılır. Tələfüzdə l səsi var? Yoxdur ki. Deməli yanlış elə olan B-dir. Çünki tələfüzdə l yox. Hecasını soruşsan, baxırsan yazılışa. Vurğusunu soruşsan, baxırsan yazılışa. Ahəng qanununu da soruşsam yazılışı əsasən deyəcəksən.